Hər vaxtınız xeyir əziz dostlar, dəyərli izləyicilər. Reaksiya TV-nin efirində siyasi reaksiyadır. Canlı yayın buraxılışımızdır. Bizi hal-hazırda hansı platformada izləyirsinizsə canlı yayımdayıq. Yayımı mütləq bəyənib paylaşmağınızı xahiş edirəm. Bu bizim üçün çox əhəmiyyətlidir və bizim kanalın inkişafında, maliyyələşməsində YouTube tərəfindən bilirsiniz ki, YouTube kanallara reklam gəlirləri ödəyir. Bu da sizin yayımı bəyənib paylaşmağınız da olur. Ona görə xahiş edirəm ki, yayımı bəyənib paylaşasınız ki, bizə dəstək olasınız. Biz bugün çox ciddi bir mövzunu müzakirə edəcəyik. Belə ki, əziz dostlar, bilirsiniz ki, bu həftənin əvvəli yadımızda qaldı. Pezeşkiyanın Bakı səfəri, çoxdan gözlənilən səfəri. Cənab Prezident İlham Əliyevin dediyi kimi, biz səbirsizliklə onun səfərini gözləyirdik. Ardınca Pezeşkiyan Bakıda ola-ola xəbər yayıldı ki, İsrailin baş naziri də Bakıya gəlir. Və bugün artıq İsrail mətbuatı yazır, hətta tarixini yazır ki, Netanyahu 5 günlük Azərbaycana gəlir, Bakıya gəlir, 5 gün Bakıda olacaq və ayın 8-dən Bakıya gəlir. Daha sonra Türkiyə mətbuatı yazır ki, Netanyahunun Azərbaycana gəlməsi üçün Türkiyə hava yolundan icazə verib keçməsinə. Bilirsiniz ki, Türkiyə icazə vermirdi İsraillə Türkiyənin hava yolundan istifadə etsin. Və daha sonra daha bir maraqlı xəbər yayılır ki, ayın 10-da da Erdoğan Bakıya gəlir. Deməli, 8-i 5 günlük Bakıya gələn İsrail baş naziri Erdoğan ayın 10-u da Bakıya gələcəksə, Erdoğan da burada olacaq və İsrailin baş naziri Netanyahu da burada olacaq. Əziz dostlar, çox maraqlı belə hadisədir. Mən bu günləri bu mövzunu sizinlə birlikdə istəyirəm, siz də öz fikirlərinizi yazasınız. Müzakirə edəcəyik. Turan Hərəkatın başqanı Cahandar Bayoğlu ilə. Axşamınız xeyir Cahandar bəy, xoş gəlmisiniz. Axşamınız xeyir Zahir bəy, xoş görüşdük. Hər kəs salamlayıram. Çox sağ olun. Deməli, bir məqamı da dəyərli izləyicilər qeyd edeyim ki, biz gərək yaddaşımızı həmişə diri tutaq. Bugün ADNA, Azərbaycan Dövlət Neft Akademiyası terrorundan da 16 il keçir. Bunu da xatırlamalıyıq, o ağır günləri. Mənim yadımdadır, mən onda əskərlikdən məzuniyyətə gəlmişdim və təsadüfdən 28 may metro stansiyasının yaxınlığındaydım və o qarışıqlığı, o həyəcanı orada özüm hiss etmişəm. Ona görə də bu məqamı da qeyd edirəm ki, biz başımıza gələnlərdən də unutmamalıyıq. Və artıq yeni qatılanlardan da xahiş edirəm ki, bu dəqiqələrdə başlamışıq, bir neçə dəqiqədir, 2 dəqiqədir başlamışıq və 18 bəyənmə var. Mən xahiş edirəm, yeni qatılan hər kəs yayımı bəyənsin. Cahandar bəy, gəlin öncə Pezeşkiyanın səfərini sizinlə şərh edək. Deməli, ən çox elə biz bu məsələni sizinlə müzakirə edirdik. Mənim diqqətimi çəkən nə oldu? Görək bizim efir rejissorumuz o videonu, yoxdursa mən göndərim, şeir dediyi videonu göstərə biləcəksinizsə. Orada mənim diqqətimi çəkdi ki, Pezeşkiyan ilk dəfə yaxasında rozet taxmışdı və bu rozet İranın xəritəsi idi, İran bayrağı ilə bir yerdə. Mən baxdım, mətbuatda heç bunun müzakirə edilmədiyini gördüm və araşdırdım ki, Pezeşkiyan bunu taxıbmı nə vaxtsa bu rozeti? Gördüm, yox. İlk dəfə idi, İranın xəritəsi olan, bayraq olan bir rozet yaxasında idi. Buyurun. Ümumiyyətlə, bu görüşdən başlayaq. Zahir bəy, bu görüş... Bəndərabasdakı hadisə, həmin günün matəm günü elan olunması və Pezeşkiyanın Bakıya gəlməsi. Bu görüş... Zəhmət olmasa bu kameraya. Təbii ki, tək Pezeşkiyanın Bakı səfəri deyil. Bundan öncə Azərbaycan Cumhurbaşqanı Sayın Əliyevin Çin səfəri. Bəli. Və Pezeşkiyanın Bakı səfəri öncəsi, bir gün öncəsi Bəndərabbas limanında kimyasal konteynerin partladılması. Bəli, mən hatırlam. Və bütün bu böyük bir faciənin qarşılığında Pezeşkiyanın yenə də Bakıya səfərini dayandırmaması. Bəli. Bununla yanaşı İsrail mətbuatında Pezeşkiyan bir gün gəlməmişdən bir öncə açıqlama getmişdi ki, Netanyahu da Bakıya gəlir. Bəli. Amma gün verilməmişdi, hansı gün gələcək. May ayında gerçəkləşəcək deyilirdi. Nəhayət, Pezeşkiyan elə Bakıda olanda kütləvi informasiya vasitələrində yayıldı ki, Sayın Erdoğanın da Azərbaycana bir səfəri gözlənilir. Mən hesab edirəm ki, bu sadaladığımız küresel siyasetin içerisinde
Azərbaycanın artıq qabarıq öndə olması Azərbaycan məsələsinin dünya siyasətinə çıxması məsələsi kimi dəyərləndirilməlidir. Və eyni zamanda Azərbaycan siyasətinin, Azərbaycan məsələsinin Azərbaycan dövlət başçısı tərəfindən doğru və düzgün dəyərləndirilməsi məsələsi kimi biz buna baxmalıyıq. Çünki bilirsiniz ki, nədən Azərbaycan sualı hər zaman ortaya çıxa bilər? Niyə? Məsələn üçün, Pezeşkiyan Bakıya gəlir, bu qədər önəm verilir. Nədən Netanyahu Pezeşkiyandan sonra Bakıya gəlir və təbii ki, Orta Doğuda, Ön Asiyada qarşı tərəf olan Türkiyə və İsrailin dövlət başçılarının Bakıda görüş keçirmə niyyətlərinin ortada olması, bütün bunlar biz analiz edəndə təbii ki, Azərbaycan məsələsinin nə qədər qabarıq olduğuna diqqət eləməliyik. Azərbaycan 8 milyonluq bir Azərbaycan kimi dəyərləndirilsə, Qafqazda bir cumhuriyyət kimi dəyərləndirilsə, təbii ki, biz burada yanlışlığa yol verə bilərik. Birinci, Azərbaycan həm bir İslam dövlətidir, yəni əhalimiz müsəlmandır, müsəlman dövlətidir. Müsəlman dövləti deyilik, amma əhalimizin əksəriyyəti müsəlman. Azərbaycan layiq dövlətdir. Müsəlman dövlətləri biz təşkilatında iştirak edirik. Edirik, amma biz İslam Respublikası deyilik. Yox, mən demədim İslam Respublikasıdır. Dövlət müsəlman dövlətidir. Bəli. Və biz müsəlman dövlətləri təşkilatında üyəsiyik. Bu bir amil. İkinci də Azərbaycanın türk ailəsinin bir parçası olmasından qaynaqlanır. Digər tərəfdən də Azərbaycan Cumhuriyyətindən daha böyük bir Azərbaycan qonşu saydığımız İran dövlətidir. Və dünya siyasətində İranın bugün hədəfdə olması. Yəni İran hədəfdədirsə, coğrafi olaraq Azərbaycan hədəfdədir. Mövzu İrandırsa siyasi baxımdan, coğrafi və etnik baxımdan da Azərbaycan və türklər hədəfdədir. Bütün bunları bütünləşdirəndə və doğru düzgün yanaşmaq istədiyimizdə təbii ki, biz sualların qarşılığının doğru cavablarını tapa bilərik, ortaya çıxır. Bu baxımdan da mən hesab edirəm ki, Pezeşkiyanın Bakı səfəri, ondan öncə bizim bir proqramımız olmuşdu, səfərdən öncə. Biz orada bildirmişdik ki, Azərbaycan məsələsinin önə çıxması Pezeşkiyanın Bakıya səfərini bugün gerçəkləşdirməsinə təkan verib və bu gerçəkləşir və eyni zamanda İranın özündə də bir Azərbaycan məsələsi qabarır. Fikir verdiniz, Pezeşkiyanın bütün tərkibi demək olar ki, türklərdən ibarət idi. Hətta ostandarlar və millət vəkilləri böyük əksəriyyəti türklər idi. Bakanlar, nazirlərin içərisində və məmurların içərisində farslar var idi və başqa millətlər var idi. Amma əsas heyət türklərdən ibarət idi. Bu da İran tarixində ilk idi. İran tarixi deyəndə, yəni 1925-ci ildən bu günə mən demək istəyirəm. İran tarixi 100 ildir. Tarixi var ki, bu il həm də İranın 100 ili tamamı olur. Dünyada da dəyişkənliklər 100 ildən bir daha çox olduğuna görə 100 il bundan qabaq ki, İranda baş verən dəyişkənliklər indi tərsinə baş verir. Əks proses baş verir. O zaman farsçılıq siyasi hakimiyyətdə güclənirdisə və sonda farsçılıq hakimiyyəti ələ keçirdisə, indi İran siyasətində türklük qabarır, irəli çıxır və hakimiyyəti ələ keçirməyə çalışır. Candar bəy, icazə verirsə biz o səsli verə biləcəyik şeiri, yoxsa mən telefonumda qoyum? Verə biləcəyik. Gəlin o şeiri həm tamaşaçılarımız dinləsin, həm biz dinləyək və oradan sizə sual verəcəm. Buyurun. Bizim mikrofonumuzu alarsınız ki, mən burada dinləyim. Dəyərli izləyicilər, yayımı bəyənib paylaşın, siz də dinləyin. Çox maraqlı bir sualım olacaq Candar bəyə. Baxaq, onun fikirləri necə olacaq bu şeirlə bağlı. Bağlaşaydım dağdan aşan selinlə, ağlaşaydım uzaq düşən elinlə, bir görəydim ayrılığı kim saldı.
ölkəmizdən kim qırıldı, kim qaldı? Mən sənin tək dağa saldım nəfəsi. Sən də qaytar göylərə sal bu səsi. Bayquşun da dar olmasın qəfəsi. Burada bir şer darda qalıb bağırır, mürvətsiz insanları çağırır. Sağ olun. Cahangir bəy, mikrofonumuz açıqdır. Deməli, əziz dostlar, yayını bəyənib paylaşaq. Deyir ki, sonda bayquşun da dar olmasın qəfəsi, burada bir şir qalıb bağırır. Mürvətsiz insan. Darda qalıb bağırır. Darda qalıb bağırır. Nə demək istəyirdi Pezeşkiyan bu şeirinə? Əlbəttə biz bilirik, üzr istəyirəm Cahangir bəy, ki, prezidentlər, siyasilər dedikləri heç bir sözü sıradan, adidən, təsadüfi deyil. Niyə məhz bu şeiri dedi və şeirdən bu bəndlər və sonda da bayquşun da dar olmasın qəfəsi, burada bir şir qalıb bağırır, darda qalıb bağırır dedi. Niyə deyir? Mürəvvətsiz insanları çağırır. Yəni, vicdansız, sorunsuz insanları. Əslində, vecsiz insanları, belə deyək, vecli olmağa çağırır da, belədir. Yəni, diqqət mən istəyirəm, bu məqama biz diqqət çəkək. Baxıram ki, bu şeiri də heç təhlil eləyən olmadı. İstəyirəm sizinlə bir yerdə eləyək. Zahir, bu, təbii ki, şeir böyük şairimiz Şəhriyarın şeiridir. Və bugün də Şəhriyarın Heydər Baya salam poeması mən hesab edirəm ki, həm də Azərbaycan milli hərəkatının aparıcı fikir dünyasına çevrilib. Bu həm 70-ci illərdə də belə idi. O dövrlər ki, şeir yazılırdı. Onda da Heydər Babaya salam Azərbaycanda xatırlayırsınız, Azərbaycan Cumhuriyyətində dəmir qəfəs içərisində yaşadığımız dövrdə belə burada çox məşhur idi. Bütün şairlər o şeiri deyirdi, sənətçilər Heydər Babaya salam rəhmətli Rübabov oxuyurdu. Muradova. Hətta Süleyman Rüstəm kimi şairlər Azərbaycanımızın güneyindən olan Təbrizim şeirini yazdı. Bu poemanı Azərbaycan televiziyasında səsləndiriblər, proqramlar olub onun haqqında. Bu baxımdan şeir yarandığı gündən Azərbaycanın bütövlük simvoluna həm də çevrilib şeir. Bu gün də Pezeşkiyan tək Azərbaycan Cumhuriyyətinə gəlişində deyil, eyni zamanda İran adlanan Azərbaycanın bir çox şəhərlərində olan görüşlərində də son zamanlar böyük şairimizin şeirinə, Heydər Babaya salam şeirinə, poemasına müraciət eləyir. Oradan bir çox mesajlar verməyə çalışır. Bax, burada bu nə mesaj idi? Bu son iki cümləni soruşuram sizdən. Mən bunu bir neçə kontekstdə biz müzakirə eləyə bilərik. Yanaşmamız necədir, o önəmlidir. Biz istəsək onu fərqli bir yanaşma ilə də müzakirə eləyə bilərik. Sizdən niyə soruşuram? Siz Güney Azərbaycanı yaxşı tanıyıram. Mən hesab edirəm ki, Pezeşkiyan burada səmimidir o məsələdə. Pezeşkiyan orada mesaj verir ki, bayquş qəfəsdə olmasın, bayquş da olmasın qəfəsdə, eləmi? Yox, elə demir. Bayquşun da dar olmasın qəfəsi. O dar olmasın qəfəsi. Yəni, bunu biz, məsələn, şəxsən mən belə deyərəm ki, Pezeşkiyan bayquş deməkdə, hətta düşmən millətlərin belə demək istəyir ki, dar olmasın qəfəsi. Amma burada bir şir darda qalır. Yəni, düşmən millətlərdən də mən indi burada xırdalamaq istəmirəm. Təbii ki, bəlkə ermənilər də burada ola bilər, digərləri də ola bilər. Ona da bir mesaj verə bilər və eyni zamanda sadəcə şir deyəndə təbii ki, o özünü düşünür. Yəni, o şir deyərkən özünü deyirdi. Mən şir deyəndə bütün hallarda bütünlüklə İran xalqı haqqında demir. İran türkləri haqqında da demir. Mən onun şeirinin deyilməsindən və niyyətindən onu anladım ki, o demək istəyir ki, mən bir şirəm bugün. Nə istəyir Azərbaycan? Darda qalmışam deyir. Yəni, çarəsizəm, çox şey edə bilmirəm. Ona biganə olan insanlara, onun davasına sahib olmayan insanlara mesaj göndərir ki, siz mənə arxa olun. Yaxşı, Cahangir bəy, biz bilirik ki, Pezeşkiyan bir şeirlə İranda ciddi bir dəyişiklik, inqilab da yarada bilər. Sizcə, Şəhriyarı bu qədər repertuarından, belə deyək, yaradıcılığından istifadə edən Pezeşkiyan bir gün könlüm quşu qanat çalmaz, sənsiz bir an Azərbaycan,
xoş günlərin getmir müdam xəyalımdan Azərbaycan. Səndən uzaq düşsəm də mən eşqin ilə yaşayıram. Yaralanmış qəlbim kimi qəlbi viran Azərbaycan. Bütün dünya bilir sənin qüdrətinlə, dövlətinlə abad olub, azad olub mülkü İran, Azərbaycan. Bisutini inqilabda şirin vətən üçün Fərhad külünk vurmuş öz başına zaman-zaman Azərbaycan. Vətən eşqi məktəbində can verməyə öyrənmişik. Ustadımız deyib, heçdir vətənsiz can, Azərbaycan. Qurtarmaq üçün zalimlərin əlindən rey şümşadını, o şümşadın başdan başa olub alqan Azərbaycan. Ya Rəbb, nədir bir bu qədər ürəkləri qan etməyin? Qolu bağlı qalacaqdır nə vaxtacan Azərbaycan. İgidlərin İran üçün şəhid olub, əvəzində dərd almısan, qəm almısan sən İrandan Azərbaycan. Övladların nə vaxtadək tərk vətən olacaqdır. Əl-ələ ver, üsyan elə, oyan, oyan Azərbaycan. Dəsti fəraq odlarından kül ələndi başımıza. Dur ayağa, ya azad ol, ya tamam yan Azərbaycan. Şəhriyarın ürəyi də səninki tək yaralıdır. Azadlıqdır mənə məlhəm, sənə dərmən Azərbaycan. Deyəcəkmi Pezişkiyan? Zahir bəy, Pezişkiyan siyasi yanaşması Şəhriyarın və Azərbaycan milli hərəkatının bu günə kimi düşüncələrində olan anlayışdan fərqlənir. Pezişkiyan İran deyəndə İranı bütöv görür. O İranın içərisində bir Azərbaycanı qəbul eləmir. Etmir deyirsiz Azərbaycan. Etmir. O hesab edir ki, mən belə onun davamlı açıqlamalarını izlədiyimə görə o hesab edir ki, İran bütöv olmalıdır və bütöv İrana sahiblənmək lazım. Türk dövləti olmalıdır. İndi o hələ açıqlama verməyib. Sadəcə mən onun Cumhurbaşqanlığı seçkilərində açıqlamalarını izləmişdim. O bir açıqlama vermişdi. Derdi ki, İran tarixən torpaqlarını itirib, o torpaqları geri qaytarmaq lazımdır. İranın sınırlarını bərp etmək lazımdır. Təbii ki, o sınırlar deyəndə, düzdür, bugün başqa dövlətlərin torpağında gözümüz yoxdur, açıqlaması verdi. Bəli. O torpaqların içərisində bugünkü Ermənistan da var, Gürcüstan var, Azərbaycan Cumhuriyyəti var. Yaxşı, bax, burada bəlkə Rövşən Qasımov sözünüzə qüvvətdir ya. Yazır ki, diqqət etdinizmi? Mən özümü Ərdəbildə, Təbrizdə hiss edirəm, dedi. İranda hiss edirəm, demədi. Bax, bu da maraqlı bir detal idi. İndi deyə bilərdi ki, mən özümü İranda hiss edirəm. Yox, İranda, mən onun İrana Azərbaycan kimi baxma anlayışından deyirəm. Bəli. Burada Pezişkiyan təbii ki, bugün İran Azərbaycanda deyə bilməz. Amma eyni zamanda Azərbaycan da İranın içindədir. Anlayışını da qəbul eləmir. Çünki İrana bütöv Azərbaycan kimi baxır. Necə ki, mən də elə baxıram. Mən hesab edirəm ki, İran başdan baş Azərbaycandır. Məsələn, amma Şəhriyarın şeirində, məsələn, Rey deyəndə Tehranı nəzərdə tutur da. Məsələn, ora başqa bir anlayışına yanaşır. Və bizim nəzərdə tutmuş bir son dövrün Azərbaycan xəritəsi çərçivəsindən Şəhriyar o şeiri yazıb. Amma bu düşüncə Pezişkiyanda dediyim kimi yoxdur. Pezişkiyan o dur ayağa, ya azad ol, ya tamamlayan Azərbaycan deməyəcək. O, məsələn, fikir versə, Şəhriyar burada həm də coğrafiya anlayışına yanaşıb Azərbaycan. Millət anlayışı yoxdur orada. Bəli, coğrafiya əlbəttə. Orada sən heç görürsən. Pezişkiyan özü də özünə Azərbaycanlıdır, o türk deyir. Yox, amma Şəhriyar orada türk demir axı. Bəli. O millət olaraq demir axı, ərazi olaraq. Ərazi olaraq deyir. Amma məsələn üçün türklər haqqında desə, Şəhriyar yazad olmalısan türk üçün desə, yəni əsarətdədir türk. Amma hansı coğrafiyada? Azərbaycan coğrafiyasında. Yəni İran Azərbaycan adını mənimsəyib olub İran. Amma əslində başdan başa Azərbaycandır. Biz burada əsarətə düşən torpağımız deyil. Ərazimiz bütöv qalıb. Əsarətə düşən millətimizdir. Şuuru, düşüncələr əlindən alınıb və başqa güclər tərəfindən idarə olunur. Burada millət azadlığını qazansaydı, millətin azadlığından danışılsaydı, Şəhriyarın şeirində, mən də Şəhriyarın o şeirini qəbul edərdim. Amma mən bugün İran adlanan Azərbaycandan bir Azərbaycanın çıxması və qalan bir hissiyyə Azərbaycan kimi baxılmasını mən qəbul etmirəm. Mən hesab edirəm ki, bu anlayış bugün
İran adlanan Azərbaycanın bürokratiyasında olan türklər tərəfindən dəstəklənir. Yəni dövlət içərisində olan türklər bütün İrana sahiblənmə duyğusu onlarda çox güclüdür. Onlar hesab edirlər ki, bu dövlət türk dövlətidir. Yəni dərinlikdə olan, mən türk gücündən danışıram. İran adlanan Azərbaycanın bugünkü dövlətin içində olan bir Azərbaycan dövləti anlayışını daşıyan böyük dövlət xadimləri hesab edirlər ki, onlar İranı Azərbaycan eləməlidirlər. Və İranın hansısa bir, İran adlanan Azərbaycanın hansısa bir hissəsini də kiməsə vermək niyyətləri yoxdur. Bu düşüncə Pezişkiyanda da var. Pezişkiyan hesab edir ki, o türkdür. Dəfələrlə açıqlama verir ki, mən anam da türkdür, atam da türkdür, mən Azərbaycanda doğulmuşam. Açıqlaması var belə. Və eyni zamanda Pezişkiyan hesab edir ki, İran başdan başa türk yurdudur və İrana bütün türklər sahiblərinin hakimiyyəti ələ almalıdır. Bu baxımdan təbii ki, Pezişkiyan yanaşmasıyla Azərbaycanda olan klassik yanaşmada bir uyğunsuzluq yaranır. Amma mən hesab edirəm ki, İran bütöv Azərbaycandır, İranın bütün ərazisi Azərbaycandır və ərazidə türklər doğal olaraq demokratik belə xalq oylamasına buraxılsa, seçkilər keçirsə, türklər hakimiyyətə gəlməlidir. Yəni rejim dəyişməlidir. Yəni nüfuzun %70-i türkdürsə, yox, indi onsuz da ki, hakimiyyətə türk gəlib. Amma rejim bürokratik rejim. Zahir bəy, hakimiyyətə təmsil olunan prezident türkdür. Türklər hakimiyyətə gəlməyib ki, yenə o fars düşüncəsi aparıcıdır. Pezişkiyan rəsmi danışıqların hamısını fars apardı, doğrudurmu? Deməli, rejimin siyasətinin təmsilçisi olaraq çıxış edir. Amma bir türk olaraq özəl görüşlərini türkçəmizdə apardı. Məsələn, Sayın Əliyevlə özəl görüşləri türkçə oldu. Şəhərdə gəzəndə türkçə danışdı. Bəli. Ara görüşlərin hamısını türkçə apardı. Bəli, bəli. Amma rəsm açıqlaması ki, türkçə deyil idi. Hətta diqqət elədiniz, tərcüməçisi də Azərbaycanca danışırdı onunla. Pezişkiyanla. Təbii ki, ona tərcüməsi lazım deyil idi. Bəli. Bizə lazım idi, çünki o farsça danışanda biz bilmirik. Amma o, biz burada olan bütün danışıqları bilirdi. Yəni, ona ehtiyac yox idi. Deməli, burada bir şey yaranır. Pezişkiyan, biz şeiri hər zaman deməli, Rəcəb Tayyib Sayın Cumhurbaşqanımız, yəni o da bizim də Cumhurbaşqanımızdır. Rəcəb Tayyib Ərdoğandan eşidirdik. Pezişkiyan da şeirlə, belə deyək, gəlir Azərbaycan cəmiyyətinə belə deyək, nüfuz etməyə çalışır. Pezişkiyan deyir, biri susaydım bu çırpınan yel ilə, bağlaşaydım dağdan aşan sel ilə, ağlaşaydım uzaq düşən el ilə, bir görəydim ayrılığı kim saldı, ölkəmizdə kim qırıldı, kim qaldı. Ərdoğansa deyir ki, arazı ayırdılar, qil ilə doyurdular. Mən səndən ayrılmazdım, zor ilə ayırdılar. Gəlin indi bunu müqayisə eləyək. Ərdoğanla Pezişkiyan bizim üçün, yəni istəyərdim bu iki şəxsi müzakirə şərh edər. Zahir bəy, bu bilirsiniz ki, Ərdoğan liderliyini bütün dünyada təsdiq edir. Tək Cumhurbaşqanı kimi deyil, həm də dünyanı dəyişən liderdir. Bəli. Həm vizyonunla, həm davranışlarınla, həm də düşüncələrindən və həm də davasından bugün gerçəkdən dünya liderlərindən biridir və 3-4 liderdən biridir, belə deyək. Amma Pezişkiyan təbii ki, bir türk kimi, bir insan kimi, təbii ki, Sayın Ərdoğana oxşar cəhətləri var. Amma hələ Pezişkiyan lider deyil. Pezişkiyan böyük liderin kölgəsindən hələ çıxmıyor. Pezişkiyan bugün hələ də Xamneyinin kölgəsindədir. Hələ də Pezişkiyanın başının üstündə bir Xamneyi gücü var. Və eyni zamanda bunu özü də etiraf edir. Yəni, hətta burada da dedi ki, mən bura gəlməmişdən qabaq gedib xalalıq almışam, o mənə xeyir dua verib, nələri danışmaq lazımdır, o mənə deyib, biz ortaq qərara gəlmişik ki, mən necə çıxış eləyəcəm. Bu da ondan xəbər verir ki, hələ Pezişkiyan müstəqil lider deyil. Amma Pezişkiyan liderləşmə prosesi başlayıb. Dünənə qədər Azərbaycan daha hər yerdə dünyada Pezişkiyana hamı belə ikinci kimi, adam kimi baxırdı. Amma artıq dünya siyasətində belə Pezişkiyan ciddi qəbul olunmağa başlayır.
Artıq eyni zamanda fikir versiniz, Pezişkyan səhnədə olduğu dövr Xamneyi də onun qarşısına çıxıb hələ danışmır, açıqlamalar vermir. Daha çox ön planda Pezişkyanın görünməsində maraqlı görünür. Xamneyi yaxın gələcək siyasətini bugün Pezişkyan üzərindən dizayn edib həyata keçirməyə başlayır və təbii ki, hər kəs də bilir ki, bu Pezişkyan özü deyil. Pezişkyanın içində də bir Xamneyi var. İndi Pezişkyanın içindən o Xamneyinin çıxma prosesi getdikcə hiss olunur. Yəni hələ Xamneyi Pezişkyanın içində qalır, şuurunda, düşüncələrində, siyasətində və eyni zamanda artıq Pezişkyan həm də yarı müstəqil siyasət aparmağa çalışır. Bir çox məsələləri, dəməsləri verir, o açıqlamaların içərisində həm də özünü göstərmək istəyir. Məsələn, şeir demək də o qəbildəndir. Şeiri deyəndə demək istəyir ki, bax, əsl Pezişkyan budur. Rəsmi çıxış eləyəndə deyir, əsl Pezişkyan bu deyil. Bu prezident Pezişkyandır və Xamneyinin adamı Pezişkyandır. Amma şeirə gələndə, xalqın dilinə keçəndə, xalqın dünyasına gələndə o Şəhriyarın obrazında özünü artıq təqdim edir ki, bu mənəm. Bu baxımdan Pezişkyan özü bugün ikili bir dünyanın içərisindədir. İkili dünyanın içərisində Pezişkyan içində həm də bir savaş aparır, həm də bu savaşda qalib olmağa çalışır. Eyni zamanda şeirində deyir, burada bir şir darda qalıb, bağırır. Bəli. Həm də Azərbaycana və Türk dünyasına mesaj verir ki, siz bu şirə arxa durun. O darda qalıb bağırması müstəqilləşsin. İndi əslində biz nə etməliyik, Zahir bəy? Biz Pezişkyanın bu mesajını tutmalıyıq və sahiblənməliyik. Pezişkyanı arxa durmalıyıq ki, Pezişkyan güclü bir lider kimi ortaya çıxa bilsin. Çünki Pezişkyanın güclü bir lider kimi ortaya çıxması artıq Azərbaycan üçün, Türk dünyası üçün çox vacib məsələdir. Biz Pezişkyan şəxsində Pezişkyana nə qədər çox sahiblənsək, Pezişkyanın bir o qədər türkləşmək və İranı türkləşdirmək imkanı qazandırır ona. Bu baxımdan biz olaylara doğru və düzgün yanaşmalıyıq. Mən hesab edirəm ki, Azərbaycan Cumhurbaşqanı Sayın Əliyev fikir verdiniz, Pezişkyana çox həssas yanaşdı. Həm ona diqqət. Özü də dedi Pezişkyan ki, bizə olan çox böyük... Yox, mən hər halda şəxsi görüşlərdən nə dedi onu deyə bilmərəm. Yox. Mən hələ rəsmi görüşlərdə Sayın Əliyev gerçəkdən dünyanın xəritəsi gözünün qabağında ola Pezişkyana bir özəl bir diqqət göstərdi. Həm də Pezişkyanın bir faşist dünyasının içərisində olduğunu görərək həm də onu zərbə altına qoymamağa çalışırdı. Mən İlham Əliyevin orada Pezişkyan üzərində çox ustalıqla işlədiyini görürdüm. Həm Pezişkyana önəm verirdi, Pezişkyan üzərindən bölgə siyasətində onu dəstəkləməyə hazır olduğunu bildirirdi, həm də istəmirdi faşistləri onu əzsinlər. Ona daha çox üstünə gəlsinlər. Mən onu görürdüm, amma təbii ki, özəl görüşlərdə mən inanıram ki, çox ciddi söhbətlər olub. Hətta belə fürsət qazanıb hansısa yollarla bəlkə iç söhbətlərini edə biliblər. Bu mümkünsüzdür, ediblər hesab edirəm. Belə bir durumda təbii ki, biz bütöv bir Azərbaycan olaraq, Türk dünyası olaraq çalışmalıyıq ki, Pezişkyan şəxsində İran faşist çətəsinin tam mərkəzində elə bir türk gücü formalaşdıraq ki, o türk gücü yaxın gələcəkdə İranı bütünlüyü idarə etməyə və hakim olmağa nail ola bilsin. Əziz dostlar, dəyərli izləyicilər, canlı yayımımızı bəyənib paylaşmanızı xahiş edirəm. Candar bəy, gələk verilişin əvvəlində dedik ki, Ərdoğan ayın 10-da deyilir ki, gələcək. Təbii ki, bu rəsmi deyil, mətbuatın yazdığıdır. Eyni zamanda Netanyahunun 5 günlük Bakı səfəri. Azərbaycanda Bakıda Netanyahu-Ərdoğan görüşü baş tuta bilərmi? Zahir bəy, mən hər halda bilirsiniz, Pezişkyanın Bakıya səfəri edəcəyini həm İran rejimi tərəfindən səslənmişdi, bilirdik ki, gəlir. Həm də Azərbaycan dövlət rəsmiləri, şəxsən prezidentin özünün açıqlaması var idi ki, İran prezidenti Pezişkyan Bakıya gələcək deyə bir açıqlama vermişdi. Biz oradan tam bilirdik ki, Pezişkyan %100 Bakıya gələcək.
İndi diplomatik qaynaqlardan verilən bilgilərə görə mən bu qaynaqları həm də etibarlı qaynaqlar sayıram. Bəli. Netanyahu ayın 7-sində Bakıya gəldiyini, 8-i deyirlər. 8-i Sayın Əliyevlə görüşəcəyini deyirlər, ayın 11-i dönəcəyini deyirlər. Bir 4 günlük səfərdən bugün söhbət gedir. O arada Pezişkyan hansı günü gələcək elan olunmamışdan qabaq, xatırlayırsınızsa belə bir informasiya yayıldı ki, may ayında Sayın Erdoğan da Bakıda olacaq. Bəli. Amma sonraki gedişatlar onu göstərdi ki, Netanyahu Bakıda olduğu dönəmdə Sayın Erdoğan da Bakıya gəlir. Yəni ayın 10-undan söhbət gedir. Ayın 10-u da Azərbaycan tarixində mən hesab edirəm ki, həm də önəmli gündür. Milli liderin doğum günüdür. Azərbaycan eks-prezidenti Heydər Əliyevin doğum günüdür. Burada bir təsadüflər olmaya bilər. Mən düşünürəm ki, burada da planlı bir gündəm var, görünür. Pezişkyandan sonra Netanyahu ilə olan görüş və sonra da Netanyahu və Erdoğan arasında olan görüşün Bakıda olma məsələləri, bütün bunlar ondan xəbər verir ki, bu çatışan güclər arasında Azərbaycanın hər iki tərəflə diyaloq aparma şansı var. Həm bilirsiniz ki, biz nə qədər fars-faşist İranla savaş içində olsaq, Pezişkyanın Cumhurbaşqanı seçiləndən sonra Azərbaycanın İran ilişkiləri və İran yetkililərinin Azərbaycan olan yanaşmaları, münasibətlərində böyük dəyişkənlik var. Bu Azərbaycanın şansını artırıb ki, İranla diyaloqun qurulmasında artıq iştirak edə bilsin. Pezişkyan körpü rolunu oynayır ki, İran adlı bir məfhum Pezişkyan üzərindən Azərbaycanda artıq mövqe qazana bilsin. Və Azərbaycan onu isti qəbul edə bilsin və diyaloq siyasətində Azərbaycanın şansı artır. Yeni zamanda da İsraillə Azərbaycanın dostluq münasibətini son ada toplantısında Sayın Əliyev də dilə gətirir ki, biz İsraillə dostluq, amma Türkiyə ilə müttəfiq və qardaş dövlətlərik. Bu mesajı da konkret vermişdi ki, bu iki dövlət arasında olan çatışma Azərbaycana biraz sıxıntı yaradır. Arzu olunmaz bir durum kimi dəyərləndirmişdi. Və eyni zamanda Sayın Əliyev orada bir mesaj da vermişdi ki, bundan öncə də demişdi ki, Türkiyə və İsrail arasında sorun yaşananda biz vasitəçilik etdik, bunlar arasında diyaloqun və anlaşmanın yaranmasına nail ola bildik. Bu həm də Sayın Əliyevin bir mesajı idi ki, belə bir cəhdi yenə davam etdiririk ki, bu anlaşma olsun, qarşı durum olmasın deyə bir mesaj vermişdir Sayın Əliyev. Və gedən diyaloqlar, söhbətlər də ondan xəbər verir ki, zaman-zaman verilən açıqlamalar və gedişat onu göstərir ki, gerçəkdən də Netanyahunun Bakı səfəri deyəsən ciddiləşir. Netanyahunun həm də 4 günlük səfərdən söhbət gedirsə, böyük bir rəqəm var. 5 gün deyirlər. Çünki bu elə-belə məsələ deyil. Görünür, burada ciddi bir diyaloq olacaq ilk gün. Sayın Erdoğanın ayın 10-u gələcəyi deyilirsə, mən həm də görürsə rəsmiləşməyib gələcəyi. Mən hesab edirəm ki, Netanyahu Bakıya gələndə Türkiyə, Azərbaycan və İsrail arasında bir diyaloq başlayacaq və bu diyaloqda Trumpla iştirak edəcək. Çünki Türkiyənin İsraillə bir diyaloq olacaqsa bugün, burada Trumpın rolu var. Çünki Netanyahunun son səfəri bilirsiniz, Türkiyə ilə bağlı olmuşdu. Ki, Suriyada durum belədir, Türkiyə mövqeyini gücləndirir, əskər üslər qurur falan, bu özləri üçün faciə kimi dəyərləndirir və Trump'ın yanına getmişdi. Trump açıq-açığına demişdi ki, get Türkiyə ilə anlaş. Türkiyə ilə çatışmaqdansa anlaşmanız lazımdır demişdi. Bu da ondan xəbər verir ki, artıq İsrailin üzərində də bir baskı var Türkiyə ilə anlaşmaq üçün. Eyni zamanda Türkiyə ilə də bir diyaloq gedir ki, Netanyahu İsraili Türkiyə ilə barışığa, anlaşmaya hazır olsa siz ondan imtina etməyin. De ki, siz də çalışın, o məsələdə iştirak edin. Bu danışıqların getdiyi bir zaman
Mən hesab edirəm ki, ayın 8-də Sayın Əliyevlə Netanyahu arasında bir dialoq olanda, təbii ki, Sayın Erdoğan və Netanyahu danışıqların konturları müzakirə olunacaq. Əgər o danışıqlarda bir ortaq məxrəcə gələ bilərlərsə, bu ortaq məxrəcə gəlinmiş siyasət Ankara və Amerikaya, yəni Türk-Azərbaycan Ankaraya çatdıracaq, Netanyahu da Trump müəllimlə məsələni artıq müzakirə edəcək və ortaq bir mövqeyə gələ bilərlərsə, mən hesab edirəm ki, Sayın Erdoğan onda həmən Bakıya gələ bilər. Trump da ki, bilirsiniz də, belə hər dəfə çox belə bizi təəccübləndirən açıqlamalar verir. Dünən də bir jurnalist ona sual verib ki, kimin papa seçilməyini istəyərdiniz? Deyib ki, bu mənim bir nömrəli arzumdur ki, mən özüm belə papa seçilim. Bəzi adamlar var, papadan çox papa olur. O da deyir, özüm papa olum da. Deməli, Candar bəy, Hindistan və Pakistan arasında da bir gərginlik yaşanır, bilirsiniz. Hətta bu dəqiqələrdə gərginlik daha artıqdır. Çünki Pakistan kəşfiyyatı Hindistanın yaxın saatlarda Pakistana hücum hazırladığı haqqında məlumata sahib olduqlarını deyiblər. Və Türkiyə, bilirsiniz, silahları, helikopterlərini göndərib Pakistana. Nə baş verir? Pakistan-Hindistan arasındakı bu gərginliyin səbəbi nədir? Burada bir ABŞ amili ola bilərmi? Yox, Hindistan Pakistan ərazisini işğal edib Kəşmiri. Kəşmir iki dövlət arasında sorundur orada. 3 yerə bölüblər. Çin, Hindistan, Pakistan. Bu məsələ ciddi məsələdir. Həm də orada bəlkə də 100 milyon yaxın bir nüfuz yaşayır. Bəli. Bəlkə də bildiyim qədər çox böyük müsəlman nüfuzu yaşayır və Pakistan özünün ərazisinin işğal olduğunu hər zaman dilə gətirir Hindistan tərəfindən. Bu iki dövlətin düşmən səviyyəsinə davamlı olaraq qalmasını təmin edir. Bu konuda Çin və Pakistan arasında da bilirsiniz bir yaxınlıq var Hindistan məsələsində. Hindistan həm Çinlə bir çatışma içərisindədir, həm də Pakistanla. Bugün mən hesab edirəm ki, bu problemlə belə bir səviyyə gəlib çıxmasında Pakistan tərəfi önə çıxıb, hər halda bir gövdə nümayiş elətdirir ki, Hindistanı o torpaqlardan geri çəkdirsin. Bu Pakistanın həmləsidir. Və bu bugünün məsələsidir. Mən belə bir həmlə olarsa, mən hesab edirəm ki, artıq Azərbaycan da Pakistanın yanında olacaq. Türkiyə də təbii ki, artıq Pakistanla bir yerdə olduğunu bəyanlayıb. Belə bir çatışma baş verməsi mümkünsüz görünür. Necə? Mümkünsüz? Əgər çatışma bir həddə gəlsə ki, çatışma bu dəqiqə olacaq, anlayış ortaya çıxsa, Hindistan geri çəkiləcək. İndi bir söz deyim sizə, bax, bu əgər olacaqsa, burada artıq çatışmaya yaxınlaşıblar. Tərəflər də bəllidir. Artıq vurmanı gələndə, mən hesab edirəm ki, Hindistan geri çəkilir. Hindistanın yanında Amerika var, Pakistanın yanında Çin var, Türkiyə var, Azərbaycan var. Yox, burada Amerika, bilirsiniz, Çinlə, Hindistanla və Pakistanla ortaq güc sahibi olan İngiltərədir. Daha çox İngiltərə amili güclüdür hər iki dövlətdə. Hindistandan mı deyirsiniz? Əlbəttə ki, Hindistanın uzun müddət Hindistan İngiltərənin koloniyası olub, hələ də mədəni və iqtisadi koloniyası olaraq qalır. Amma bu məsələ Pakistanla da gəlin etiraf edək ki, İngiltərə çox yaxındır. Bəli. Yəni Pakistan dövlət yönetimində bir İngiltərə ağırlığı var. Bunlar çatışma anına gələndə İngiltərə hərəkətə gələcək, Zahir bəy. Bəli. Hələlik İngiltərə hərəkətə gəlməyib, bunlar çatışmaya yaxınlaşırlar. Və eyni zamanda burada biz nəyə çalışmalıyıq? Elə çalışmalıyıq ki, Pakistan daha güclü görünsün. Elə onu deyirəm də, burada güclü görsənir. Yanında bir Çin var. Daha güclü göstərməyə həm də biz cəhd eləməliyik. Hətta Azərbaycan tərəfi açıq eləməlidir ki, savaş olarsa biz savaşacaq. Yəni, o Pakistanın mövqesinin güclənməsi üçün biz Pakistana olduğundan da artıq dəstək verməyə bacarıq. Amma sizin proqnozunuz budur ki, bu çatışma olmayacaq, Hindistan geri çəkiləcək. Və dialoqa hazır olduğunu bildirəcək ki, biz məsələnin dialoq və anlaşma yolundan həll olmasına tərəfdarıq və bir dialoq məsələsi gündəmə gələcək, Zahir bəy. Və orada da barışçıl mövqedən
iştirak edən bir dövlət kimi İngiltərəni də biz meydanda görə bilərik. Bunu demək istəyirəm. Mən bu baxımdan bizim bugün həm tarix anlayışımızla, həm bir vəfa anlayışıyla Pakistana tam dəstək vermək zamanımızdır. Və eyni zamanda da bilirsiniz ki, Türkiyə və Pakistan arasında yazılmamış çox ciddi qanunlar var. Bütün hallarda Türkiyə Pakistanın yanında olacaq. Hətta Pakistanın silahlı qüvvətləri belə istənilən bir savaş halı olarsa, Pakistan və Türkiyə bir savaşda iştirak edərsə, Ali Baş Komandanlıq Türkiyə Cumhuriyyətinin Cumhurbaşqanına verilir. Yəni deyirsiniz ki, aralarında elə bir anlayış var, anlaşma var. Yəni iki dövlət bir ordu olub savaşarlarsa, komandanlıq Türkiyənin Cumhurbaşqanına seçir. İndi burada bir maraqlı sual yaranır. Elə Ceyhun Həşimov mənim yadıma saldı, tamaşaçımız çox sağ olsun, nüvə ilə bağlı. Deməli Candar bəy, siz deyirsiniz ki, Pakistan, Hindistan geri çəkiləcək. Amma bizə məlumdur ki, hər iki dövlət nüvə dövlətidir. Olsun Zahir bəy, nüvə ilə savaş aparılmır ki. Nüvə əslində tərəfləri geri çəkdirmək üçün vasitədir. Nüvə silahı. Nüvə silahından istifadə eləməklə hər an yerindən duran deyir ki, mən nüvə atıram. Rusiya atsın da, görüm ata bilirmi? O xoşgəlmə variantı. Bugün də Hindistan tam öz ağlı və öz iradəsi özündə deyil də bir məsləhətləşdiyi qardaşları var. Onlar da təbii ki, bu savaşı istəməyəcəklər. Barışığa meyilli olacaqlar. Biz Pakistanın çox güclü olmağını çalışmalıyıq ki, ən azı Kəşmirə bir muxtariyyət həll olunsun. O Moidinin də bilirsiniz də, o Hindistanın indiki baş naziri çox belə daha çox qatı hindudur, öz dinlərindən bağlı və orada müsəlmanlara nə qədər ciddi problem yaradırlar, məscidləri sökürlər yerində, özlərinin məbədgahlarını tikirlər. Zahir bəy, bu biraz məsələ müsəlman və buddist məsələsi deyil. Farslar bilirsiniz, Fars faşizmi də müsəlman da, amma Hindistanlarla eyni kökdən gəlirlər. Eyni mənşəli olduqlarına görə bir-birini dəstəkləyirlər. Ermənilər həmçinin. Eyni zamanda gəlin açıq danışaq ki, bugünkü Pakistan nüfuzun içərisindədir, Hindi mənşəllər az deyil. Yəni belə götürəndə. Sadəcə burada bir Pakistanlı millətinin yeni bir kültürdə formalaşması var, anlayışı var və bu Pakistan millətinin Fars faşizmi kimi başqa güclərin əlindən bizə qarşı və qonşu millətlərə və dövlətlərə qarşı vasitə kimi kullanmaq mümkün deyil. Daha çox Pakistan burada bizə yaxın bölgə xalqları üçün, müsəlman dünyası üçün önəmli bir gücdür. Yəni belə də Səudi Ərəbistanı kimi Birləşmiş Ərəb Əmirliyi kimi İslam dünyasını arxadan vuran İslam dövləti deyil Pakistan. Təbii. Pakistan İslam dövlətinin arxasında duran dövlətdir. Necə ki Azərbaycan onu hiss etdi, bildi. Biz onu ən çox hiss edən dövlətiyik. Yeri gəlmişkən bu Moidinin bu gərginliyi ilə bağlı bilirsiniz ki, Moskvaya səfəri də təxirə düşüb. Bilirsiniz, Slavlar da Hind mənşəlidir də, Rus dili də Hind dil qrupuna aiddir də. Yəni bunlar Slavlar, Farslar, Hindistanlılar, bunlar eyni kökdən olduqlarına görə bunların yazılmamış bir ittifaqları var. Və bu ittifaqlar da, yəni eyni kökdən olmaları da dünya siyasəti getdikcə çılpaqlaşdıqca daha qabarıq görünməyə başlayır. Bu baxımdan biz Pakistana və ümumiyyətlə dünya məsələsində Pakistan bizim üçün çox ciddi bir müttəfiqdir. Mən hesab edirəm ki, hələ Türk dövlətləri birliyi qurulmadan öncə bir Türkiyə, Azərbaycan, Pakistan birliyinə ehtiyac var. O artıq var. Yox, əskəri birlik. Bakı bəyannaməsi var, amma məclis sədrləri imzalayıb. Mən istəyirəm ki, Şuşa bəyannaməsi səviyyəsində Pakistan, Azərbaycan, Türkiyə bir bəyannamə imzalasın. Ki Pakistana saldırı Azərbaycana saldırı kimi dəyərləndirilir. Türkiyə olan saldırı kimi dəyərləndirilir. Elə bir birliyə ehtiyacımız var. Mən bunu bir güc amili kimi belə bir birliyin olmasının vacibliyini görürəm. Çünki görürsüz Türk dövlətləri birliyi üzərindən Türkistan Cumhuriyyətləri üzərindən üzərimizdə bir oyun qura bildilər. Doğru mu? Bəli. Amma Pakistan, Azərbaycan, Türkiyə əskəri birliyi
bir güc olma birliyi rəsmi ortada olarsa, mən hesab edirəm ki, bu artıq bölgədə bütün dəngələri yerində otuzdular. Hər kəs öz yerini bilər. Bu baxımdan həm də İran adlanan Azərbaycanın və Əfqanistan adlı Türkistanın türk dövlətlərinə çevrilmə ehtimalı daha sürətlənər. Bəli. Deməli, Candır bəy, qayıdaq İran-Azərbaycan münasibətlərindən yenə Pezeşkiyanın səfərindən sonra. Deməli, həqiqətən də cəmiyyətimizdə bir gərginlik, bir narahatlıq, mən gərginlik deməzdim, narahatlıq var ki, biz indi müsbət tendensiya müşahidə eləyirik İran-Azərbaycan arasında. Amma biz bilirik ki, İranda tək qütüblü deyil ki, İranda da mühafizəkar qüvvələr var ki, onların başında elə Xamenei gəlir. Bu mühafizəkar qüvvələrin elə təsiridir ki, hələ də bizim səfirliyimizə hücum edən o terrorist cəzalandırılmayıb. Ona bilirsiniz ki, edam cəzası veriblər, amma cəza həyata keçirilməyib. Bu mühafizəkar qüvvələr bu münasibətlərə mane ola bilərmi? Niyə bu sual verirəm? Çünki hal-hazırda onlar hakimiyyətdə, siz də dediniz ki, daha çox təmsil olunurlar. Sahir bəy, burada biz İranı təsvir eləyəndə mühafizəkar, islahatçı və digər konturlarına müzakirə eləməyimiz yanlışdır. İranda olan bütün faşist çətələri mühafizəkar, demokrat, liberal, nə olub olmasına nasıl olmayaraq türk millətinə qarşıdır və bir yerdədirlər. Burada İranda bir türk və fars faşist çətəsinin qarşı durması var. Fars faşist çətəsi hakimiyyəti zəbt eləyib. Türk gücü özünü formalaşdırdıqca, gücləndikcə o çətənin əlindən hakimiyyət əl almaq istəyir. Bugün savaş iki güc arasında gedir. Bugün Pezeşkan niyə önəmlidir bizim üçün deyəndə, Pezeşkan hakimiyyətin təpəsində Türk gücünün daha güclü olmasına çalışan bir gücün təmsilçisidir. Və bunun da yanaşı fars faşist gücləri daha fəaldılar. Uzun müddət hakimiyyətdədirlər. Bütün böyük rıçaqlar onların əlindədir. Məsələn, birinci şəxs fars faşist çətəsidirsə, ikinci, üçüncü, dördüncü adam məsələn türk olur, o da biraz hürkür, hərəkətə gəlsinmi, düşünür xeyli ki, neynəsin. Bu zaman kəsiyində onlar bizdən hələlik güclü görünürlər və çatışan bu tərəflər içərisində də təbii ki, Pezeşkiyan Azərbaycana gəlişi, Azərbaycan İran arasında ilişkilərin normallaşması fars faşizm maraqlarına uyğun gəlmir. Fars faşizm hesab edir ki, Azərbaycan, İran, Türkiyə ilişkiləri güclənərsə, bu İranda türk amilini daha gücləndirib fars faşizmin evini yıxacaq. Amma burada mən Xameneini ayırmaq istəyirəm, Zahir bəy. Burada deyək ki, bugün hakimiyyət içərisində söz sahibi olan fars faşizmidir. Fars faşizmi Xamenei üzərində dağladı. Yəni? Bəli. Fars faşizmi Sepah üzərində dağladı. Fars faşizmi rəhbəri Xamenei deyil. Xameneini də bir gecədə götürərlər, özə terror əllərində dünyanın bütün fırıldaq qüvvələrindən də işbirlikləri var. Elə bilirsiniz, fars faşizmin İsraillə, Amerikanın, İngiltərənin, ayrı-ayrı dövlətlərin gizli servislərindən işbirlikləri. Sizə gəlmirmi ki, siz elə Xameneini də Pezeşkiyana bənzədirsiniz, o deyirik ki, burada bir şir darda qalıb. Yəni deyirsiniz, o darda qalan şirlərdən biri də Xameneidir. İran hakimiyyətin mahiyyətindən danışıram. Məsələn, Xamenei fars faşizmi çətəsindən bir yerdə olanda daha əzazil görünür. 5 il, 10 il bundan qabaqçı Xamenei onlarla %100 bir yerdədir. İndi Xamenei ikisinin arasında oynayır. Həm fars faşizmindən yanında durur, yəni balanslaşdırır. Həm də türk gücündən bir yerdə olmağa çalışır. Və Pezeşkan kartından da yararlanır. Bu Xameneidir. Amma eyni zamanda Xamenei bilir ki, fars faşizmi onu öldürə də bilər. Fars faşizmi İsmail neydi? Həmasın lideri İsmail Haniye. Haniyəni öldürdü. Bəli. Özü düz Sepahın qərargahında, qonaq evində. Onu İsrail vurdu. Ya, deməli, fars faşizmin İsraillə də, ayrı-ayrı dünya güclərinlə də və əli terrorda olan güclərlə işbirliyi var. Təhlükəli güclü fars faşizmi. Çünki fars faşizmi kimdir, Zahir bəy? Çok şükürdür sizə. Yox, fars faşizmi nə üçün? Fars faşizmi
türkləri əzib, yəni fars faşizmi dünya güclərlə işbirliyinə girərək, türkləri hakimiyyətdən götürüb onun yerində oturub köklənmiş bir sistemdir. Və o sistemin Moskvada əlaqələri var, gücləri var. İngiltərə ilə var, Fransa üzərindən, Avropa dövlətlərindən var, Amerika ilə var, İsrail ilə var. Və fars faşizmi çalışır ki, məsələn, şahı göndərən də fars faşizmidir, mollaları gətirən də fars faşizmidir. İndi mollanı götürmək istəyən də fars faşizmidir. İranı Amerikanın, Avropanın istəyi üzərində dizayn etmək istəyən də fars faşizmidir. Bəli. Bu fars faşizmi Xamneyni də götürə bilər, o anlamda deyirəm ki, demokrat bir fars faşizmi gəlsinlər, gözləri boyasınlar, görüntünü dəyişsinlər, mahiyyəti qorusunlar. Necə ki, 79-cu ildə bunu etdilər. Bəli, eyni şey sadəcə rəsm deyil. Bu baxımdan biz İranı doğru və düzgün təhlil eləməyə bacarmalıyıq. Mən ona görə deyirəm ki, bu gün ən güclü Azərbaycanın xeyrinə çalışan güc bilirsiniz kimdir? Çalışan yox, gələcəkdə işləyəcək güc bilirsiniz kimdir? Zahir Sepa. Sepa. Bəli. Sepa fars faşizmin belini qıracaq güc olacaq. Hə, deyirsiniz, yəni Sepahın içində olan türk generallar. Sepahın %80-i türkdür. Bunu da çox adam diqqət eləmir. O türklərin Candar bəy... Təbii ki, Azərbaycan, onların eğitimi, tərbiyəsi, dövlət içərisində pişməyi bir zamana gəlir. Amma onlar da ağılsız adam deyirlər, dünyanın hara getdiyini görürlər, ailələrində baş verən dəyişkənliyi hiss edirlər, uşaqlarının, qohumlarının hər yerdən və dünyada İranla bağlı mövzuları izləyirlər. Kifayət qədər eğitimli adamlardır, Zahir bəy onlar. Sıradan adamlar deyil ki, onların da içində bir dünya görüş var. Və eyni zamanda özlərini xilas etməyin istəyində ilk növbədə yaşayır olar. Bütün bu amillər ona gətirəcək ki, İranda silahlı qüvvətlər güc amili. Özəllə gizli istihbaratdan, savaqdan və savamadan başqa, Zahir bəy. Hələ də hər kəs İranda elə bilirlər savaq və savama yoxdur. Savaq və savama hələ də İran istihbaratının ən güclü gücdür. Hələ də. O güc daha çox Massadla, İngiltərə ilə əməkdaşlıq eləyir. Ona görə də siz zaman gələcək, indi biz onun şahidi olacaq. İran içərisində güc amilində birinci orduda, silahlı qüvvətlər içərisində və silahlı qüvvətlər içərisində də Sepahda ciddi bir türkləşmə gedəcək. Yəni, şuur baxımdan. Ona görə, Zahir bəy, biz İranı təhlil eləyəndə hər zaman türk və fars faşist, mən özə farslar da demirəm, diqqət eləmisiniz? Xeyr, bəli. Türk gücündən fars faşizmi deyirəm. Bəli. O fars faşizm içərisində hər millət var. Bütün türk düşmənləri onların içindədir. Bəli. PKK-nın hamısı oradadır, Zahir bəy. Nə qədər ki, türk düşməni var, terrorçu gücü var, bölgəsel güc var. Rusun generalları var orada, İngilisin marşalları var o çətənin içərisində. Biz onlarla üz-üzəyik, Zahir bəy. O fars faşist çətəsi və türk gücü arasında bir savaş gedir. Bu baxımdan biz çalışmalıyıq ki, İranda ay Güney Azərbaycan, ay nə bilim nə duygusal hisslərdən çox, mən dövlət ağlından danışıram ha, poetik yanaşma sərgiləmirəm. Dövlət ağlı daha çox İran adlanan Azərbaycanda türk gücünün daha güclənməsinə çalışmalıdır. Mən hesab edirəm ki, Xamneyi də bilirsiniz, kifayət qədər dövlət xadimidir, samballı bir dövlət adamıdır. Dünyanın da siyasətini bilən adamdır. Mən hesab edirəm ki, Xamneyi sonda böyük gücünə hesablaşacaq. Fars faşizmi qalib gəlsə onunla olacaq, türk gücü qalib gəlsə onun yanında olmağa can atacaq. O şansı da biz verəcək, verməyəcək, gələcək. Onu bağışlamaq olarmı? O gələcək məsələsi. İndidən bir şey deyə bilmərik. İnşallah. Çox sağ olun Candar bəy. Təşəkkür edirəm. Əziz dostlar, dəyərli izləyicilər, daha bir canlı yayın buraxılışımızın sonuna gəldik. Sonda sizin hamınızdan xahişim odur ki, mütləq yayımı bəyənib paylaşın və burada səslənən fikirlər haqqında siz də öz fikirlərinizi aşağıda rəy bölümündə bildirməyi unutmayın. Sağ olun, sağlıqla qalın.